Bilirsiniz, tarixi adətən kişilər yazır. Amma gəlin bugün itmiş biri səsdən danışaq. Gülbədən bəyimdən. Yaxşı, bəs heç düşünmüsünüzmü? Mərkəzi Asiya və Hindistanın ilk qadın tarixçisi kim olub? Bu 16-cı əsrin unikal şahzadəsi və yazıçısı Gülbədən bəyimdir. Təsəvvür edin, o bütün sədləri aşaraq dövrünün tarixini yazan yeganə qadın idi. Onun nəslinə bir baxın. O, Moğol imperiyasının tam mərkəzində doğulmuşdu. Təkcə ata tərəfdən yox, ana tərəfdən də nəsli birbaşa Teymurilərə gedib çıxırdı. Doğum yeri Kabil olsa da, ömrünü imperiyanın ürəyi sayılan Aqrada yaşadı. Gülbədən bəyimin bizə ən böyük mirası isə Humayunnamə adlı əsəridir. Bu kitabda o, atası, yəni imperiyanın banisi Baburun həyatından bəhs edir. Amma əsərin əsl mərkəzində onun qardaşı, İmperator Humayunun hekayəsi durur. Qardaşı Humayun sadəcə hökmdar deyildi, eyni zamanda böyük bir kitab həvəskarı idi. Və talehin bir ironiyasıdır ki, məhz bu kitab sevgisi onun faciəvi sonuna səbəb oldu. Məhz bu dərin itki Gülbədən bəyim qardaşının xatirəsini əbədiləşdirməyə vadar etdi. Əsərin özünün də hekayəsi çox maraqlıdır. Baxın, orijinalı fars dilində yazılıb. Yalnız 1902-ci ildə A.S. Beveridge tərəfindən İngilis dilinə tərcümə edilib. Və bugün o, Hindistan ədəbiyyatının ən böyük şah əsərlərindən biri sayılır. Bütün bunlar adamı düşündürür. Görəsən, tarix boyu qadınların yazdığı daha neçə hekayə itib batıb.